Herkese salam. Bizim bugünkü dərsimiz riyaziyyatdan ağır, yüngül mövzusudur. Gəlin baxaq. Əşyaları ağırlıqlarına görə müqayisə etmək olar. Demək, əşyaları həmçinin tərəzi vasitəsilə də müqayisə etmək olar. Əşyanın ağırlığı kiloqramla ifadə olunur. Kiloqram. Biz bunu qısa şəkildə çq şəklində də yazırıq. Bu şəkildə baxın, çq, kiloqram. Deməli, gəlin tapşırıqlarımıza keçək. Bu zaman daha yaxşı öyrənmiş olacağıq. Hansı oyuncaq ağırdır? Nümunədə baxın göstərir. Ayının ağırlığı neçə kuba bərabərdir? 2, 4, 6 kuba bərabərdir. Tülkünün ağırlığı isə 4 kuba bərabərdir. Hansı daha ağır olar? 6 kub. Yəni ayının ağırlığı tülkünün ağırlığından daha çoxdur. Burada maşınımızın ağırlığı, qatarımızın ağırlığı 5 kuba bərabərdir. Ördəyin ağırlığı isə 2 kuba bərabərdir. Hansı daha böyükdür? Yəni daha ağırdır. Qatarımız ördəyimizdən daha ağır imiş. Maşının ağırlığı 5 kuba bərabərdir. Kamazın ağırlığı isə 7 kuba bərabərdir. Hansı daha ağır olar? Kamaz maşından daha ağırdır. Hədiyyə qutularından ən ağırını və ən yüngülünü müəyyən edin. Baxaq, birinci hədiyyə qutumuz neçə kuba bərabərdir? 2, 4, 6 kuba bərabərdir. İkinci hədiyyə qutumuz 8 kuba bərabərdir. Üçüncü hədiyyə qutumuz isə 7 kuba bərabərdir. Bizdən ən ağırını və ən yüngülünü istəyir. Ən ağırı ikinci hədiyyə qutumuzdur. Ən yüngülü isə birinci hədiyyə qutumuzdur. Ərzaqların kütləsini müəyyən edin. Baxaq. 1 kiloqram, 1 kiloqram. Yəni 1 ilə 1-i toplayarıq. Bərabər 2 kiloqram. Qənd 2 kiloqramdır. Yağ 2 ilə 1-i toplayarıq. 3 kiloqram. Un isə 1 üstəgəl 1 üstəgəl 3. Bərabər neçə? 5 kiloqram. Demək bizim qəndimiz 2 kiloqram, yağımız 3 kiloqram, unumuz isə 5 kiloqramdır. Keçək məsələlərimizə. Uşaqlar bağdan sarı, qırmızı və yaşıl alma dərib səbətlərə yığdılar. Səbətləri tərəziyə qoydular. Ən ağır səbət neçə kiloqramdır? Burada göstərilən ox işarəsi səbətdəki almaların kilosunu göstərir. Yəni birinci alma, yəni yaşıl almaların çəkisi, kilosu 8 kiloqramdır. Qırmızı almaların kilosu 5 kiloqramdır. Sarı almaların kilosu isə 2 kiloqramdır. İndi bizdən nə istəyir? Deyir ki, ən ağır səbət neçə kiloqramdır? Ən ağır səbətimiz 8 kiloqramdır. Səbətlərin birlikdə ağırlığı neçə kiloqramdır? Gəlin hesablayaq. 8 üstəgəl 5 üstəgəl 2. Neçə eləyər? 15 kiloqram. Demək 3 səbətin bərabər çəkisi 15 kiloqramdır. Yaşıl almalar sarılardan neçə kiloqram ağırdır? Yaşıl almalar 8 kiloqramdır. Bir də sarılar soruşur. Sarı almalar isə 2 kiloqramdır. Bunu tapmaq üçün də 8-dən çıxarıq 2-ni eləyər 6. Demək yaşıl almalar sarı almalardan 6 kiloqram ağırdır. Hər tərəzinin gözlərini bərabərləşdirmək üçün neçə kiloqram daş əlavə olunmalıdır? Baxın, bir kərpicin çəkisi 2 kiloqrama bərabərdir. Biz bundan yola çıxaraq tapşırığımızı həll edəcəyik. Demək 1 kiloqram, daha doğrusu bir
çərpicin çəkisi 2 kiloqramdırsa, 2 çərpicin çəkisi nə qədər olar? 2 ilə 2-ni toplayarıq. Eləyər 4. Burada isə 2 üstəgəl 1 kiloqram, yəni 3 kiloqramımız var. Bərabərləşdirmək üçün nə etməliyik? Yəni tərəzinin digər gözünü 4-ə bərabər eləmək üçün 3 kiloqramın üstünə 1 kiloqram da əlavə eləməliyik. B-də 3 dənə çərpic daşımız var. Biri 2 kiloqramdırsa, bir dəqiqə. Biri 2 kiloqramdırsa, 3 dənəsi neçə kiloqram olar? 3 dənə 2-ni toplayaq. Bərabər 6. Digər gözündə isə 4 kiloqram var. 2 ilə 2 bərabər 4 eləyir də. Biz bunu bərabərləşdirməliyik. Yəni 6-ya bərabər eləməliyik. 4-ün üstünə neçə gələndə 6 eləyər? 2 kiloqram. Deməli, A variantında 1 kiloqram əlavə eləməliyik. B variantında isə 2 kiloqram əlavə eləməliyik. Keçək tutum mövzumuza. Demək, biz qabların tutumunu, yəni içərisində nə qədər su olduğunu bilmək üçün litrdən istifadə edirik. Baxın, litr. Litr qısa şəkildə L kimi yazılır. Hansı qabda daha çox su varsa, demək onun litri daha çoxdur. Ölçüsü daha çoxdur. Gəlin tapşırıqlardan başlayaq. Qazanların tutumu 2, 4, 6 və 9 su qabının tutumuna bərabərdir. Hansı qazanın nə qədər su tutduğunu müəyyən edin. Gəlin bunu təxmini şəkildə müəyyən eləyək. Deyir ki, qazanların tutumu 2, 4, 6 və 9 su qabının tutumuna bərabərdir. 2 su qabının tutumuna bərabər bu balaca qazandır. Bundan biraz böyük qazan sarı qazanımızdır, düzdürmü? Demək, bu 4 su qabına bərabər olar. Biraz daha böyük qazan isə qəhvəyi rəng olan qazanımızdır. Bu isə 6 su qabına bərabər olar. Narıncı qazan ən böyük qazandır. Bu da 9 su qabının tutumuna bərabər olar. Stəkanları doludan boşa doğru olmaqla sıralayın. Stəkanları doludan boşa doğru olmaqla sıralayın. Boş stəkan budur, ikinci. Üstündə mandalin meyvəsi olan stəkan boş stəkandır. Ondan biraz çox su olan, yer kökülü olan stəkandır. Biraz daha çox olan 3'dür. Yox, bizdən doludan boşa doğru istəyir. Onun üçün də ən çoxdan başlayırıq. Yəni almadan. Birincisi budur. İkincisi gilas. Üçüncüsü yer kökü. Dördüncüsü isə mandalin. Vedrələrin tutumu su qabları ilə təsvir olunub. Hər vedrə neçə litr su tutur? Baxın, su qabların üzərində litrlərin ölçüsü yazılıb. Nə qədər litr tutduğu yazılıb. 4 dənə 1 var. Toplayanda neçə eləyir? 4 eləyər. Deməli, sarı vedrə 4 litr su tutur. 4 litr su tutur. Qırmızı vedrə 1, 2, 3, 4, 5, 6. 6 litr su tutur. 6 litr. Göy vedrə isə 1, 2. 2 litr su tutur. Sonra deyir ki, qırmızı vedrə sarıdan neçə litr çox su tutur? Qırmızı vedrə 6 litrdir. Sarı vedrə isə 4 litrdir. Biz bunu tapmaq üçün 6-dan 4'ü çıxarıq, taparıq 2 litri. Demək, qırmızı vedrə sarıdan 2 litr çox su tutur. 3 vedrə birlikdə neçə litr su tutur? Hesablayaq. 4 üstəgəl 6 üstəgəl 2 bərabərdir 12 litr. Bidonda 10 litr süd var idi. Bidondakı südün 7 litrini vedrəyə boşaltdılar. Bidonda neçə litr süd qaldı? Demək, 10 litr süd var imiş. Bunun 7 litrini vedrəyə boşaldıblar. Ondan 7 çıxarıq qalar 3 litr. Bidonda neçə litr süd qaldı? 3 litr süd qaldı.
Samavarın tutumu 12 litrdir. 5 litr su tutan vedrəni 2 dəfə doldurub boş samavara tökdülər. Samavarın dolması üçün əlavə neçə litr su tökmək lazımdır? Biz birinci tapaq ki, deyir 2 dəfə doldurdular 5 litr su tutan vedrəni. 2 dəfə doldurublarsa 5-in üzərinə 5 gələk. Bərabər 10. Biri 5-dirsə 2 dənə 5 10 eləyər də. Və samavarımız da 12 litr su tutur. 12-dən də çıxarıq 10-u. Neçə qaldı? 2. Bir dəqiqə. 12 çıx 10 bərabər 2. Deyir ki, samavarın dolması üçün əlavə neçə litr su tökmək lazımdır? 2 litr su tökmək lazımdır. Bugünlük dərsimiz bu qədər. Gələn dərslərdə görüşənədək.